Salam. Bugünkü videoda 2027-ci il 11-ci siniflərin e, imtahan verəcəyi dəyişdirilmiş imtahan modeli testlərinin izahını verəcəm. 9-cu sinifdə imtahan verdiyiniz kimi dinləmə mətni eyni ilə qalıbdı, yəni modeli eyni ilə qalıbdı. 1, 2, 3-cü suallar qapalı. 4-cü sualımız isə doğru, yanlış, true, false şəklindədir, eyni ilə qalıbdı. Qrammatikamız 13 dənədir. Readinglər, baxaq, 2 readingimiz var. Deməli, birinci readingdə yenə listeningdə olduğu kimi 3 qapalı testimiz və bir də true, false şəklindədir. Sonra növbəti readingimiz yenə də short textlər çıxarılıb, ancaq 2 reading əlavə olunubdur və hər bir readingdə 3 sual, qapalı sual və 4-cü sualı true, false şəklindədir. Yəni dinləmədə necədirsə, readinglərinizdə də eyni o formadır. Daha sonra esse gəlibdir. Burada artıq şəkil təsviri deyil, sual verilir və bu suala siz ən az 100 sözdən ibarət cavab yazmalısınız. Yəni artıq burada şəkil deyil. Baxın, burada sual veribdir və sən gərək istiqamətləndirir. Nələr edəsən? Have a topic sentence. Bunlar nədir uşaqlar? Dərsliklərdə eyni ilə bu formada esse yazmağın yolları var. Həmin yollar əsasındadır. Yəni artıq dərslik necədirsə, bizim imtahanlarımız da o şəkildə. Dərslikdə hansı məqamlara yer verilib, hansı qrammatik mövzulara yer verilibdirsə, artıq onlar buraxılış imtahanına düşür və baxın, bu forma dərsliklərdə eyni ilə bu cür izahlar verilir, sizə esse yazmaq öyrədilir. Bunu da imtahana artıq salıblar. İndi biz bu videoda qrammatik testlərin izahını verək, daha sonra isə readingləri verərik. 5-ci sualdan başlayırıq. 5-ci sualımız artikla aiddir. Baxırıq, nöqtələrdən sonra idea gəlibdir. Idea sayılan tək isimdir. Mən sizə necə deyirəm, sayılan tək ismin qarşısı boş gələ bilməz. B variantı və demək, B variantı gedəcək və ikinci tərəfdə gift, hədiyyə sözü gəlibdir. Hədiyyə sözü də sayılan təkdir, qarşısı boş gəlməyəcəkdir, digərləri qaldı. It is. To be-dən sonra bizim sayılan ismimiz təkdə gəlibdirsə, qarşısında E artikli olacaq, A variantı getdi, C və E variantı qaldı. It is a good idea. Yaxşı bir fikirdir. To give a birthday gift to my sister. Bacıma doğum günü hədiyəsi vermək. Yəni olacaq cavabımız C variantı. Artıq burada spesifik bir isimdən söhbət getmədiyi üçün, yəni ikinci tərəfdə gift, hədiyyə sözü spesifik olmadığı üçün, yəni biz cümləni oxuyarkən söhbət məhz hansı isimdən, hansı hədiyyədən getdiyini bilmədiyimiz üçün D artiklı vermirik. E variantı gedəcək, qalır cavabımız C variantı. İndi gəldik 6-cı suala. Eyni bu testləri biz əvəzlik bəhsində dəfələrdən işləmişik. Çox asan testlərdən biridir. Yəni sadəcə diqqət istəyir, mən dediyim addımları getmək istəyir. Nöqtələrdən sonra of gəlir. Əvvəla mən sizə necə deyirdim, ofa baxırsınız. Baxdıq ofa, özündən sonra ofla işlənməz. A variantında no one, törəməmiz getdi. Every ofla işlənməz. C variantı getdi. İndi ikinci tərəfə gəlirik. Baxın, ikinci nöqtələrdən sonra was xəbərimiz gəlib. Xəbər gəlibdir. Nöqtələrin yerinə E variantı no-nu yaza bilmirəm, çünki no isimsiz işləmir, yanında mütləq ismi gəlməlidir. B və D variantı qaldı. Və cümlədə baxıram. Əslində biz bu tipli testlərdə birinci deyirik, of'a baxırsınız, daha sonra xəbərə baxırsınız. Ancaq baxın, bizim xəbərimiz buna imkan vermir. Təkcə deyil ki, biz variant tapa bilək. Baxırıq indi burada nəyə? Could catch the plane and was late for the conference. Aha, deyir ki, xoşbəxtlikdən, baxın, bu bizim açar sözümüzdür. Xoşbəxtlikdən bizim hamımız, yaxud bizim hər birimiz, baxın, ilk hər biri deməkdir, hər birimiz təyyarəyə çatdıq, təyyarəyə minə bildik və xoşbəxtlikdən deyirsə, to be late gecikməkdir, demək, heç kim gecikməyibdir. B variantı olacaqdır. Bizim hamımız təyyarəyə çatdıq və heç kim də gecikməyibdir. D variantında deyir, hər birimiz çatdıq, hər kəs gecikmişdi konferansa, xeyr, axı xoşbəxtlikdən deyir. Deməli, cavabımız olacaq B variantı. İndi gəlirik 7.
Bu aralar bizim mövzumuz sifət zərfdir və bunları, bu testləri dönə-dönə izahlarını vermişik. Dərsdə də videoları da var. Baxın, mən sizə necə deyirdim. Deyirik ki, birinci cümlənin, baxdıq ki, nöqtələrdən sonra, baxın, isim yoxdur, nöqtələrdən sonra isim yoxdur. İsmi niyə axtarırıq? Çünki sifət ismin qarşısında gəlib onu təyin eləyər. İsim yoxdursa, biz neyniyəcəyik? Cümlənin xəbərinə baxacaq. Baxırıq cümləmizin xəbərlərinə. Biri lookdur, biri shoutdur. Look feilini nə demişdik? Biz dedik look, smell, sound, taste. Əgər bunlardan sonra, baxın, bu hissədə, bu feillərdən sonra tamamlıq olarsa, demək burada fiziki hərəkət var. Məhz iş həmin obyektin üzərində görülübdür. Yəni bizim feilimiz hərəkətli feildir və özündən sonra zərf istəyəcəkdir. Ancaq baxın, bizim bu cümlədə tamamlığımız yoxdur. Deməli, burada hərəkət yoxdur. Hərəkətsiz feillərlə sifət işlənəcək. A variantı angrily, ly zərfdir və E variantı da zərfdir. Görün, bizim bir dəfəyə neçə variantımız getdi. İkinci tərəfə baxırıq. Shout at qışqırmaq deməkdir. Baxın, to be, to become, to feel, to seem, to taste, to sound. Bu feillərimizin, yəni mən sizə necə deyirəm, istisna feillərimizin içində yoxdur. Yəni bu sıradan normal bir feildir və özündən sonra zərf istəyəcəkdir. Zərfləri də necə tanıyırıq? Sifətin sonundakı ly-dan tanıyırıq. Bu da olacaq D variantı. Birinci tərəfdə angry olacaqdır. Ata acıqlı görünür. Shouted at everyone angrily. Acıqlı tərzdə hər kəsə qışqırdı. D variantı. Birinci tərəfimiz sifət istəyəcək, ikinci tərəfimiz isə zərf. Gəldi indi 8-ə, zamandır. Baxaq. While gördüm, baxın, while gördüm. Biz nə deyirik? Həmişə sizə nə deyirəm? Əgər cümləm bağlayıcı ilə bağlanıbdırsa, mənim tərəflərim mütləq şəkildə uzlaşmaya getməlidir. Məsələn, A variantında did keçmiş zamandır, were traveling keçmiş davam edici. Bəli, tamamilə doğrudur. Bir tərəf keçmiş zaman, digər tərəf keçmiş ola bilər, keçmiş bitmiş ola bilər, keçmiş davam edici ola bilər. A variantı doğru cavabdır. Bəs digərlərində problem nədir? B variantında baxırıq ki, have bought indiki bitmiş zaman, digər tərəf traveled keçmiş zaman. Biz dedik yeganə zaman uzlaşması o halda pozula bilər ki, bir tərəf indiki bitmiş, digər tərəf keçmiş zaman olar və bu cümlə since ilə bağlanar. Burada since yoxdur, deməli B variantını yaza bilmərəm. C variantında deyə bilərsiniz, ay müəllim, burada did gəlibdir, were burada da var, zaman uzlaşıbdır. Ancaq diqqət eləyirik ki, əgər biz cümləyə didlə sual vermişiksə, bu zaman feil başlanğıca qayıtmalıdır. Ancaq bold saxlayıbdır, by şəklində olmalı idi. C variantı da səhvdir. D variantında, baxın, çıxdı. B variantı, biraz böyüdüm. Deməli, B variantı dedik, sinsin düsturudur. C variantında didlə sual vermişiksə, by olmalı idi. D variantında had bought keçmiş bitmiş, have traveled indiki bitmişdir. Cümlənin hər iki tərəfi bitmiş zaman ola bilməz. Niyə görə? Bir hərəkət baş verib bitməlidir, ondan sonra sadə zaman gəlməlidir. D variantı yanlışdır. E variantı had bought keçmiş bitmiş, travel indiki zaman qətiyyən ola bilməz. Tərəflər bir-biri ilə mütləq şəkildə uzlaşmalıdır. Bu da olacaq A variantı. Did keçmiş zamandır, were traveling keçmiş davam edici zamandır. Həmişə imtahanlara düşən passiv mövzusu və can be changed məchula çevrilə bilən. Belə bəsit, həmişə sizə deyirəm ki, bəsit düşünün, yəni ən sadə yolla yadınızda saxlamağa çalışın. Biz passivi keçəndə nə deyirdik? Deyirdik, məlum cümlənin mübtədası atılır, tamamlıq gəlir cümlənin əvvəlinə, olur mənim atdığım cümlənin mübtədanın yerində dayanır, atdığım mübtədanın yerində dayanır. Yəni, mən birinci addımda mübtədanı atıram. Atdığım mübtədanı yerinə yaza bilməyim üçün mənim cümləmdə tamamlıq olmalıdır. İndi buradan əlaqələndirirəm. Cümləni məchul növə çevirmək üçün nə olmalıdır? Bizim cümləmizin tamamlığı obyekti olmalıdır. Baxıram, I mübtədamdır, have playing mənim xəbərimdir. Baxın, burada tamamlığım yoxdur. Görürsünüz, söz önü gəlibdir. Mən o hissəni artıq tamamlıq kimi götürə bilmirəm. Çünki deyir, bacım ilə. İfa edirəm, oynayıram, şahmatı desə məsələn, yəni obyekti gəlsəydi, bu zaman onu tamamlıq kimi götürə bilərdik. Burada bir olmayacaqdır, məchula çevrilmir. Məndən çevrilə bilən istəyir. 2-də, the speed of the wind is very high and it is dangerous. Və baxıram ki, mənim cümləmin xəbəri nədir? To be.
To be feildən xəbərimdən sonra very high gəlibdi, sifətim gəlib. And it is yenə digər tərəfdə də iz veribdi. Dangerous yenə də sifət gəlibdi. Baxın, bizim tamamlığımız yoxdur. Demək ki, bu cümlə məchula çevrilmir. Baxaq 3-ə. Ask soruşmaq deməkdir. Soruşdu məndən. Baxın, obyektim, bu bir obyektim. Nəyi? Questions, sualları, bu da ikinci obyektim. Yəni mənim tamamlığım var. Tamamlığı mübtədanı atıb bu tamamlıqlardan birini gətirib cümləmin mübtədası edə bilərəm. Yəni mən rahatlıqla bu cümləni məchula çevirə bilərəm. İndi 4-ə baxaq. Students invited. Yenə mənim cümləmin xəbəri inviteddir. Dəvət etdi kimi yeni insanları. Gördünüzmü, mənim cümləmin tamamlığı var. Yəni mən rahatlıqla students-ı ata bilərəm və bu new people-ı gətirib cümlənin əvvəlinə tamamlığımı mübtədanın yerində yaza bilərəm. Yəni mənim məchulda olan, passivdə olan cümləmin mübtədası edə bilərəm. Bu da olacaq cavabım C variantı. Ümid edirəm ki, aydın oldu. İndi keçək növbəti suala. Bu da bağlayıcılarla bağlı bir sualımız. Mən sizə nə demişdim? Dedik because, as, çünki deməkdir. İkisi də eynidir. Bir-birinin yerinə rahatlıqla işlənir. Qapalı testdə variantla olanlardadırsa, demək ki, heç biri deyil. Bunu atdıq. Sonra therefore, beləliklə, whereas, lakin, baxmayaraq, halbuki, till qədər taktik. I wasn't ready for the speech. Mən nitqə, konferansdakı nitqə çıxışa hazır deyildim. Nöqtələr. I was informed. Mən məlumatlandırılmışdım. Baxın, bu tərəfdə mənfi bir fikirdir. Birinci tərəfdə hazır deyildim. İkinci tərəfdə də müsbət bir fikirdir. Deyir ki, mənə məlumat vermişdilər beforehand, yəni əvvəlcədən. Bu bir cümlə ilə, yəni birinci cümlə ilə ikinci cümlə arasında nə var? Təzad var, ziddiyyət var. Birinci cümlədə deyir hazır deyildim. Acıq 2-də deyir ki, mənə əvvəlcədən məlumat vermişdilər. Birinci tərəf mənfi mənalı, ikinci tərəf müsbət mənalı. Yəni burada nə var? Ziddiyyət var. Ziddiyyət olan bağlayıcımız whereas deyir. Halbuki, baxmayaraq ki, mənə məlumat verilmişdi əvvəlcədən, mən hazır deyildim nitqə. İndi gəldim 11-ci testə. 11-ci testdə mübtəda xəbər uzlaşmasıdır. Əvvəlcə xəbərlərimi tapıram. Ən rahat şəkildə işləmək üçün xəbərlərimi tapıram. 11-ci testdə mübtəda xəbər uzlaşmasıdır. Baxırıq, xəbərimiz art, cəm xəbərdir. Mübtədamız da cəmdə olmalıdır. Yəni uzlaşma mübtədam təkdirsə, xəbərim tək, mübtəda cəmdirsə, xəbər cəm olmalıdır. Baxıram, xəbərim cəmdədir. The borders of the country mənim cümləmin mübtədasıdır. Nə ilə bağlanıb? Ofla bağlanıb. Nə deyirik? Deyirik ki, əgər mübtəda ofla bağlanıbdırsa, uzlaşma üçün ofdan əvvələ baxırıq. Ofdan əvvələ baxırıq, borders sözü cəmdədir, mübtədam cəmdədirsə, xəbərim də cəmdə olmalıdır. Bəli, düzdür. Biri götürdük. 2-yə baxırıq, was mənim cümləmin xəbəridir. The basket full of apples mübtədamdır. Baxıram, almalarla dolu səbət. Mübtədam almalar deyil, almalarla dolu səbət. Deməli, basket təkdədir, was təkdədir. 2-ni götürürəm. 3-də was xəbərim təkdədir. All the products, all-dan sonra cəm isim gəlibsə, xəbərim cəm olmalı idi. Burada was yox, were olmalı idi. 3-ləri çıxdım. The bank account starting these numbers isn't right. Cümləmin xəbəri təkdir. The bank account starting these numbers. Bu nömrələrlə başlayan feili sifətdir bu. Accountlar, yəni hesablar. Hesablar cəmdədir, ancaq is təkdədir. 4-ü də atıram, qalır cavabım C variantı. İndi gəldim əksəriyyətinizin sevmədiyi söz önü bəhsinə. Ancaq baxın, əzbərlədiyimiz şeylərdir, yəni asan bir şeylər. İmtahanda da bu formada düşəcək. Ən çox işlənən söz önləri, əzbərlədiyimiz söz önləri düşəcəkdir. Yəni çətin heç bir şey olmur. Yəni həmişəki dediyim kimi oxuyana asan, oxumayana çətin bir suallar. Depend nə ilə işlənəcək? Onunla işlənəcək. Asıl olmaq deməkdir. Demək C və D variantı qaldı. Sunny days. Day sözünü harda görürəmsə, birthday, holiday, Monday, Tuesday, ümumiyyətlə day sözlərini harda görürəmsə, on yazacağım. By da getdi, D variantım getdi və ən sonda da food gəlib, on food.
Piyada deməkdə, ayaqla piyada, bu da olacaqdı C variantı. 13 interrogativə gəldim. Interrogativ məsələsi, bu da asan bir quruluşdur. Deməli, sizə həmişə deyirəm, bugün də işləmişdik sual cümlələrindən. Əsas məsələ nə deyirdik? Deyirik ki, bizim cümləmiz mürəkkəb cümlədirsə, mürəkkəb cümlə 2-3 cümlədən ibarət olsa belə, biz sual cümləsini yaradarkən birinci cümlənin köməkçisini önə keçiririk. Yəni, məsələn, mənim cümləm mürəkkəb cümləm 2 sadə cümlədən ibarətdirsə, bu demək deyil ki, mən elə sual cümləsində hər bir cümlədə tək-tək sözün köməkçiləri önə keçirib sual cümləsi yaratmalıyam. Xeyr, sadəcə birinci yerdə dayanın, köməkçini önə keçirəcəm birinci cümləmdə, digərləri nəqli cümlədə olduğu kimi qalacaqlar. Birinci baxıram ki, why gəlibdir. Başlayayım. Why gəlibdir. Why mənim sual sözümdür. Ondan sonra köməkçi gəlibdir, mübtəda xəbər gəlib. Bəs məsələ nədir? Mənim cümləmin xəbəri had taken-dır. Had üstəgəl participle to. Əgər baxın neçə pilləsi var, mən sizə asan necə deyirdim? 2 pilləsi, 2 mərtəbəsi var. Deməli, sual cümləsində birinci keçəcək önə. Yəni, burada had olmalıydı. Didn't yox. A variantı səhvdir. Yenə gəldim. Have taken. Əgər have has'dən sonra has üstəgəl participle to və ya got gələrsə, dedik ki, have has'dən sonra got ya da participle to gələrsə, have has'in özü köməkçimiz olacaqdır. Yəni, burada taken participle to'dur. Have has'dən sonra participle to gəlibsə, köməkçisi özü olar. Did yox. B variantı getdi. Yəni, olmalıydı. Why haven't you taken şəklində olmalıydı. C variantına baxıram. Cümlədə söz sırası hadn't köməkçidir, you mübtədadır, taken gəldim. Ancaq görün nə var burada? Did you. Yenə də didi keçirib önə. 2 köməkçinin önə keçirib, xeyr, birincini keçirməli idi sadəcə. C variantı getdim. Sonra D variantına baxaq. Hadn't you taken responsibility? You did. Etdiyin səhv yanlış hərəkətlərə görə məsuliyyət götürmüşdün. Bu D variantı doğru cavabdır. E variantında why hadn't you had taken? Baxın, bu haddirsə, keçmiş, bitmiş zamandırsa və bu participle to'dursa, bəs buradakı had nədir? Deməli, bu yanlışdır. E variantı da yanlışdır. Qalır cavabım D variantı. İndi gələk 14-cü testə. Burada da asan bir cümlə seçilibdir. Elə bayaq mübtəda xəbər uzlaşmasında baxdığımız the basket full of apples birləşməsi kimi burada da the stadium bir full of yox, ancaq burada xəbərim was full of dolu idi deyəcəyik. Bəli, bəli. The stadium was 2 full of 4 nələrlə, kimlərlə? Fans, azarkeşlərlə 1, 2, 1, 2, 4, 5, 3. Bəli, E variantı yesterday. Dünən stadion azarkeşlərlə dolu idi. Gəldik, complete the sentence, cümlə tamamlama. Yenə də görürsünüz, nöqtələr cümlənin ortasındadır. Bəziləriniz elə düşünürlər ki, buradakılar sual sözləridir. Biz sual cümləsi qurmalıyıq. Xeyr, baxın, nöqtələr hardadır? Cümlənin ortasında. Sual cümləsində sual sözləri cümlənin əvvəlində gəlir. Ancaq burada nöqtələr cümlənin ortasındadır. Demək ki, mən cümləni tamamlamalıyım. Asked veribdir, keçmiş zamanda. Və cümləmdə söz sırası necə olmalıdır? Mübtəda bağlayıcı sözüm, mübtəda xəbər şəklində. Bax, A variantında if bağlayıcı sözüm, I mübtəda had visited xəbərim. A variantını götürdüm. B-yə baxıram. Had time, what time had. Köməkçi mübtədadan önə keçib, yəni sual cümləsi yaradıb. Cümlənin ortasında köməkçini önə keçirib sual cümləsi yaratmaq ixtiyarım yoxdur. B variantı səhvdir. C variantında when-dən sonra have visited gəlib. When, what time-dan sonra have, has üstəgəl participle to gəlməz. Ask, wonder, want to know bunlardan sonra zət verə bilmərik. B, C, D variantı da getdi. E variantında yenə də had I-dən önə keçibdir. Qalır cavabım A variantı. Sonra sözləri birləşdirəcəyik açıqlamalarından. Crucial, önəmli, vacib 1-ə olacaqdır. B variantı. Extremely important, moist, nəm, rütubətli 2 olacaq. C variantı. B, C, bu da olur D variantı. Fabulous, extremely good, son dərəcə yaxşı D variantı olur.
Nəhayət sonuncu testimiz close meaning yaxın mənalı. Altından xətt çəkilmiş bən sözü, bən qadağan etməkdir. Deyir ki, bu şəhər, həmin şəhər ictimai binalarda siqaret çəkməyi qadağan edib. Bən qadağan etmək deməkdir. Həmişə də sizdən bu sözləri bir yerdə istəyirəm, sinonimlərini və hətta həmişə də antonimlərini də bir yerdə istəyirəm sizdən. Bən, forbid, prohibit, qadağan etməkdir. Bu da olacaqdır B variantımız. Bu qədər qrammatikalarımız bu qədərdir. Daha sonra readingləri də izah edəcəyim.